Yetkinlik yaşına çatmayan Şəki rayon sakini atasına məxsus Vaz markalı avtomobili avtomagistralda idarə edərkən yüksək sürət və kəskin manevr nəticəsində idarəetməni itirərək qarşıdan gələn Mercedes markalı avtomobillə toqquşub. Zərbənin təsirindən Vaz markalı avtomobili yoldan çıxaraq aşıb. Hər iki sürücü xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib. Təəssüf ki, bəzi valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə eləməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn eləyir. Lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, özlərinin və doğmalarının arzularını yarıda qoya biləcəklərini unudurlar. Baş Dövlət Yol Polis İdarəsi avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə müraciət eləyərək, onların bu əməlin kobud qayda pozuntusu olduğunu bildirir, eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır. Sami Təşimov, Bugün TV.